Bura Şəkinin Kiş kəndi. Dünən Alban məbədinə gələrkən, oranı ziyarətə gələrkən, oradan çıxdım. Kənd aşağı marşruta minmək üçün gələrkən, orada soruşdum. Burada evlər falan. Məndə belədir. Yəni, bu 4 ildə mən belə gəzmişəm. Sanki bu evi özüm qoymuşam, bu adamı özüm qoymuşam. O qədər yüksək enerji ilə gəzirəm ki, həvəslə gəzirəm ki, sanki hər şey özündən yaranır. Hər bir şey. Heç bir şeydə əziyyət çəkmirəm. Fikrimə geri qayıdım ki, orada soruşdum ev. Bir əmi dedi ki, olar, məndə qalarsınız. Əmi orada kəndin mərkəzində kişilərlə durmuşdular. Onunla tez oturduq bir taksiyə. Gəldik, baxdıq. Baxın, evin balkonundan bu mənzərəni çox sevdim. Təbii ki, dünən qala bilməzdim. Çünki oteldə həm ödəniş eləmişdim, bir günüm var idi. Həm də çantam oradaydı. Getdim, səhər durub, çantamı da götürüb gəldim bu kəndə, bu evə. Baxın, bu mənzərə o qədər gözəldir ki, yəni buradan balkondan oturub bu mənzərəni seyr eləmək çox gözəldir. Yenə təkrar edirəm, bura Şəkinin Kiş kəndidir. Havası da qəşəngdir. Dedim, heç olmaya 1-2 gündə burada qalım, buranın havasını udum. Sonra Allah kərimdir.